hesablayıb elə qoyub ki, sizin nəsə bu qələbə, nə deyimsə, bu nədir, nə böyürsə deyə bilmirəm, aça bilmirəm. Amma o göz yaşının içində qoyuldu ovucunuza verir. Bu mükafat sizə elə belə verilmədi. Gözün yaşı ilə gəldi. Elə gəldi ki, indi oturursan, qəmlənirsən, baxırsan ki, handa bir yekə adamlar olsun, yanınızda balacadır, zəifdir. Sizlər qürurlu analarsınız, sizlərdən fəxr olması insanlarsınız. Allah sizləri qorusun deyirəm, Allah sizlərə səbir versin. Sənə mərd oğullar edər canını qurban, sən yer üzünün cənnətisən Azərbaycan. Sənə oğlumun tabutuna bükülən bayraq, bir daha yenmə səmalarda baxmalar. Ulu torpaq, atalardan, babalardan yadigarsan, qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmusan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Biz Azərbaycanın sevgisini gec hiss elədik. Biz məhəbbəti gec qazandıq. Niyə? Sovetlər dönəmində bizim heç yurdumuza, yuvamıza o qədər bağlılığımız olmayıb. Amma o bəzi filmlərdə o bəylər, tafalarını göstərirdilər. Sən demələ, vətəni sevən onlar imiş, onları da bizə düşmən kimi göstərirlər. Uzun zamanlar sonra baxın Hüseyn Cavid kimi insanlar, Mikail Müşrif kimi, Məmməd Əmin Rəsulzadə kimi, Topçu Başov kimi, yəni çox sayaram bu siyahını. Onların ürəkləri Azərbaycanla döyünürdü, onlar hiss edirlər. Amma kimi öldürdülər, kimini cavankən qətlədilər, ailəsini dağıtdılar, kimi qürbətdə getdi canını düşdü. Yəni elə Azərbaycan Azərbaycandır. Doğrudan da vətən bir nemətdir. Elə bir nemətdir ki, onu itirmək naşükürlük, özür dilərim. Bir ölərəm əldən əgər getsə vətən, səhv eləmirəmsə Abbas sahibi ki, ölərəm əldən əgər getsə vətən. Vallahi billahi ki, əgər o düşmən Allah eləməsin, bu yerlərə gəlib çıxsa, elə oğlumun məzarının yanında, mən belə olam. Qaçmaq yox. O bizə aid deyil daha. Biz daha 30 il çəkilmişik, qaçmışıq, daha bəsdir. İndi irəli getmək vaxtıdır. Sizə belə deyim sənə, baxıram, fəxr edirəm analar. Niyə? Çünki bu qəhrəmanlar o qədər insanlara qürur, fəxr gətirdilər ki, bəziləri bəlkə cəzana layiq də deyirlər. Amma ümumən vəziyyətdən çıxdılar da, üzləri parıldadı. Ona görə də Elmar kimi qəhrəmanlarımıza Allahdan rəhmətlər diləyir. Allah onun ailəsinə səbirlər versin. Dünya durduqca adı dursun. Mən onun şəklini də düzəltdirmişdim. Radınıza gəlir, onu mən dünən özümdə tapdım. Elə bir şeydə düzəltmişdik ki onu. Onu mən təbii çəkmişdim. Mən burada bir mehbarəni görmüşəm. Gəlirdi soyuqlu günlərdir, yağışlı, qarlı günlərdir. Qaranlıqda qısılırdı o Sabinin başdaşına. O qıdaqlıydı. Bir də Sürayi ananı görürdüm. O bir analardan da var idi. Gəldi burada, sökədi başını ağlayanda mən orada oturmuşdum, şəklini çəkdim. O təbii alıbdır. Həqiqətən də təbii şəkil. Orada heç nə qurma yoxdur. Bəzi yoldaş deyir, belə dayanmıyor, keçin belə dayan, belə dayan. O söhbət yox. Doğrudan da bizim təbiidir, işlərimiz hamısı təbiidir.